Məmmədova Bahar Zakir qızı. Mən 37 ildir burada çalışıram. Yeni məktəbi, yəni ali məktəbi qutarandan elə 1-ci ildən buradan işləyirəm. Məktəb də 84-cü ildə tikilib, 85-ci ildə. Deməli, mən 89-cu ildən buradan işləyirəm. 4 ildir məktəb tikilmişdi və gözəl də bir məktəb idi. 37 il müddətində bu məktəb bircə dəfə də əsaslı təmirə dayanmadı. Yəni biz öz gücümüzə, nə bilim, valideynlərin gücünə biraz düzəltmişdik. İndi məktəbimiz həddən artıq bərbad vəziyyətdədir. Bu barədə biz dəfələrlə müraciət eləmişik qurumlara, müxtəlif qurumlara. Vəziyyət həddindən artıq pisdir. Yəni keçən il pəncərə düzəltdilər və sanitar qovşaqlarını düzəltdilər. Əgər o pəncərə düzəlibsə, yağış yağanda su niyə içəri girməlidir? Sanitar qovşaqları düzəlibsə, 2-ci mərtəbədə oturan şagirdin başına 3-cü mərtəbədə niyə su tökülməlidir? Adicə baxın, bu jolobalar görün düzgün qorulubmu? Və orada su birbaşa həyətə gəlir, jolobaya su getmir. Yəni bunlara nəzarət olunmayıb, yəqin ora baxan mühəndislərin işidir. Amma təmir deyirlərsə, əgər biz hissəli deyirsə, o hissəli heç təmir hesab olunmur. Biz sentyabrın 15-nə qədər əsaslı təmiri tələb edirik. Zamin Rızayev, Lənkəran rayon sakini. 10 saylı Lənkəran Şəhər Orta Məktəbi 1984-cü ildən istismara təhvil verilib və mən özüm də bu məktəbin məzunu olmuşam. Hal-hazırda məktəb qəzalı vəziyyətdədir. Mənim öz uşağım da bu məktəbdə oxuyur. Məktəb çox qəzalı vəziyyətdədir. Keçən il məktəbin dam örtüyü, pəncərə sistemi dəyişilib. Sanitar qovşaqlarda cari təmir işləri görülüb. Lakin sinif otaqları bərbad vəziyyətdədir. Yəni təhsilə uyğun vəziyyətdə deyil. Yəni qış aylarında, payız aylarında, soyuq aylarında uşaqların məktəbdə təhsil alması şəraiti yoxdur. Yəni çox pis vəziyyətdədir. Xahiş edirik ki, məktəbdə cari təmir işləri aparılsın. Uşaqlar daha keyfiyyətli təhsil alması üçün şərait yaradılsın. 2025-ci il tədris il ərzində Lənkəran Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 93 məktəb əsaslı və cari təmir edilib. 3 yeni məktəb binası tikilib. Üzümüzə gələn sentyabr ayı üçün isə 4 yeni məktəb binası tikilərək şagird və müəllimlərin istifadəsinə veriləcək. 10 nömrəli məktəb də digər təhsil müəssisələri kimi bizim nəzarətimiz altındadır. Cari tədris ili ərzində məktəbin dam örtüyü dəyişdirilib, bütün pəncərələri yenisi ilə əvəzedilib, məktəbin giriş qapıları dəyişdirilib, məktəbin istilik sistemi, su kanalizasiya sistemi bərpa edilib. Bu yay ərzində də məktəbin ümumi